Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Bugün 8 mart 2025-ci ildir, həftənin 6-cı günüdür və Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür və bizim də səfərimiz Göyçay maşın bazarınadır. Tarixi qeyd elədim 8 mart 2025-ci il. Bugün Beynəlxalq Qadınlar Günüdür. Başda şəhid anaları olmaqla bütün Azərbaycan qadınlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik eləyirəm. Şəhid analarının qarşısında baş əyirəm. Allah cəmi analarımızı qorusun. Dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirik. Və sözüm onda deyil, gedirik, yollanıq maşın bazarına. İnşallah maşın bazarının girişindən də sizlər üçün çəkiş eləyəcəm. Görək başımıza nə iş gəlir. Maşın bazarının girişində görüşərik inşallah. Bir daha sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Gəlmişəm Göyçay maşın bazarının qarşısındayım. Bazarda maşınlarımız var. Çoxdur, maşallah olsun. Bazarın girişində də maşınlarımız var və inşallah ön tərəfdən çəkiş eləyəcəm sizlər üçün və çəkişimizə davam eləyəcəyik. Ön tərəfdən çəkiş eləyən zaman sizə göstərirəm. Bazarımızın girişindəki maşınları görürsünüz. Bazarımızın ünvanını soruşurlar. Bu tərəf deməli Şamaxı, Ağsu, Bakı yoldur. Belə götürəndə Bakı, Şamaxı, Ağsu, Göyçay yoldur. Yəni Bakı tərəfdən gələndə maşın bazarı Qarabaqqal kəndinin, belə yaxınlaşdırın görün, Qarabaqqal kəndinin girişinə yaxın ərazidədir gördüyünüz kimi. Bu tərəfdən gələrkən maşın bazarı sizin sağ tərəfinizə düşür. Bu tərəfdən isə bir çox bölgələrimiz Kürdəmir, Ucar, Hacıqabul, Ağdaş, Mingəçevir, Xaldan, Bərdə, Tərtər, Ağdam istiqamətindən gələndə maşın bazarımız yəni sizin sol tərəfinizə düşür. Bu da maşın bazarımızın girişi. Yenə bazarın girişindəki maşınları görürsünüz. Həm maşın almağa gələnlər, həm maşın satmağa gələnlər, həm də Göyçay bazarı haqqında maraqlanmağa gələnlər. Mən TikTok səhifəsinin biosunda qeyd eləmişəm maşın bazarı nə zaman fəaliyyətdədir və onunla belə həm YouTube'da, həm TikTok səhifəsində məndən soruşursunuz ki, Göyçay maşın bazarı nə vaxt fəaliyyət göstərir. Hər dəfəsində də çəkib göstərirəm ki, Göyçay maşın bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. Aşağıda nömrələri görürsünüz. 050 051 627 46 83, həmçinin 055 628 11 36 nömrələrinə zəng vurub Göyçay maşın bazarında ətraflı və geniş məlumat ala bilərsiniz. Həmçinin orada məndən soruşursunuz ki, bazara giriş nə qədərdir? Bunu da çəkib göstərim. Belə və asta-asta bazarımıza daxil olaq. Salam əleykum. Oruçluq bayramına bir matamlı hörmət olsun. Bəli, eşitdiniz, bazar rəhbərliyi də qeyd elədi. Bu günlərim, yəni hər həftənin 6-cı gündür, Ramazan bayramına özəl maşın bazarının girişi 5 manat deyil, 4 manatdır. Siz də gəlib bu kampaniyadan yararlana bilərsiniz. Bazarımızda maşınlarımız hər növdə 06'lar, 07'lər, Opel'lər, Mercedes'lər görürsünüz. Çoxluq təşkil eləyir. Orada yük maşınımız Ford markalı yük maşınımız da var. Arkada da çəkim göstəreyim. Qəşəng 09'umuz da var. Baxırıq. Belə. Ya Allah, bismillah eləyib işimizə başlayacağıq. Allah hər birimizin işini avand eləsin. Əziyyət çəkirik. Mən bir çox maşın reklam eləyən, çəkənlər var. Buradan mən sadalaya bilərəm. Qazi qardaşımızı VIP 999 səhifəsini buradan onu salamlayıram.
Buradan qeyd eləyə bilərəm. Elvin qardaşımızı Avtomobil TV səhifəsini salamlayıram. Nəvai İskəndərli qardaşımızı salamlayıram. Bərdə Maşın Bazarın hər həftə bizlər üçün çəkib göstərir. Belə, Allah hər birimizin işini avan eləsin. Ya Allah, bismillah, başlayaq. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay Maşın Bazarında iş çəkəcəyim maşın Lada Priora Universal 2171 markalı avtomobil. Bu maşını çəkib göstərəcəm, məlumatları da özüm verəcəm. Deməli, maşınımızın ili 2012-ci il istehsaldır. Heç bir problemi yoxdur. Karovka, motor, xadavoy sistemi ideal vəziyyətdədir. Kondisioneri, peçi işlək vəziyyətdədir. Hər bir şeyi var, hər bir funksiyası da işləyən vəziyyətdədir. Maşınımızın start qiyməti 11.000 manatdır. Telefon nömrəsini qeyd edeyim maşın sahibinin 050 716 20 39. Bir daha qeyd edirəm 050 716 20 39. Maşın sahibinin adı Qaradır. Maşına Göyçay rayonunda baxmaq mümkündür. Barter və ya qiymətdə endirim olunmağı barədə qeyd etdiyim nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Çəkək göstərək, maşınımızın gördüyünüz kimi kosmetik şey ehtiyacı yoxdur. Salon səliqəlidir, gördüyünüz kimi. Baxırıq. Səliqəlidir maşın və bazara hal-hazırda bir dənə cip daxil oldu. İnşallah onu da yaxınlaşıb çəkəcəm. Və burada bu maşının baxırıq, arxa görüntü kamerasından belə var. Baxırıq. Hər iki ön şüşənin avtomatik qalxıb enməyi, qapıların kilitlənməsi, yan güzgülərin tənzimlənməsi, salon səliqəli, gördüyünüz kimi və 371.245 kilometr orijinal yürüyüş. Salonda heç bir problem yoxdur. LED monitor gördüyünüz kimi və çəkib göstərəcəm hər bir şeyini. Mühərrik yerində çəkim göstərim sizlər üçün. Bir dənə. Aha. Mühərrik yerdə belə vəziyyətdə, akkumulatoru yeni. Maşınımızda heç bir problem yoxdur. Qaram özü də yanımdadır. Qaram, maşında nəsə bir problem. Heç nə yoxdur, gəlib problem tapsın, pay verim o. Oy, qəşəng söz. Gəlib problem tapsın maşında. Maşın sahibi deyir ki, hamısı təzə dəyişilib. Nakladkalar, barabanlar. qiymət 11.000 sondur Qaram. Aşağı yeri var. Aşağı yeri olacaq. Onu da soruşduq, maraqlandıq. Aha, aha. Belə çəkdim, göstərdim. Sizə də bu Priora maraqlı gələrsə, qeyd elədiyim 050 716 20 39 nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu Priora haqqın. Hörmətli YouTube izləyiciləri, 06 həvəskarları, sizlər üçün Göyçay Maşın Bazarında ucuz qiymətə bir dənə 06 çəkib göstərəcəm. Düzdür, belə üzdən kosmetik işi görünür. Maşın sahibindən məlumat ala. Salam əleykum qardaş, sabahın xeyir olsun. Əleykum. Məlumat verə zəhmət olmasa. İli neçənci ildir? İli 90. 90'dır. Motor 011. 011, karopka 4'dür. 4'dür. Belə kosmetik işi var, görünür. Belə problemləri nədir? Yəni dedim bayaq karopka 4'dən atır. Bir də diferində. Bir də diferində səs olsa bütün əksər maşınlarda o xəstəlikdir. Başqa bir problemi varmı ciddi? Yəni karopka 4'də atmağından və diferindən səsindən başqa. Motorda səsi falan, yağ yeməyi falan. Var yağ yeməyi. Yüngül yağ yeməyi var. Qiyməti nədir? 2000. 2000 manata razılaşırsan qiymətdə. Endirim olunacaq. Telefon nömrəni alaq. 51 413 57 44. 051 413 57 44. Adın Rüstəm. Rüstəm. Maşına Göyçayda baxmaq mümkün. Nağd pula ehtiyacım var deyə nağd sataq, yoxsa barter maraqlıdır hansısa? Yox, parça. Nağd pula ehtiyac var. Belə kreditlə də falan vermək
Yəni kreditini bəzən görsən, keçən məsələn bazar 2000-lik maşını dedilər gərək onu kreditdə salaq, maşın sahibi güldü. Deyir ki, bunu 2000-ə deyirəm də, mən aşağı deyiləyərəm. Yəni kreditdə salmaq istəyən izləyicilərimiz də var. Kreditdə maşın axtarmaq izləyicilərə həm 1000 manat verib qalanın aylığı, 1000-i də aylığa salmağa. Ona görə. Nəsə, Rüstəm qardaşdan məlumat aldıq. Maşınımız ili 1990-cı il istehsaldır. Problemlərini sayıram. Motorda cüzi yağ yeməyi var. Karobka 4-dən atır. Və difrində bu maşınların problemidir ki, səsi var. Daha ətraflı və geniş məlumat almaqdan ötəri və həmçinin maşına yaxından baxmaqdan ötəri qeyd olunan nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Baxırıq, yük yeri belə vəziyyətdədir. Və salonu belə çəkdim, göstərdim və mühərrik yeri 011 motor akkumulatoru yaxşı vəziyyətdə. Belə çəkdim, göstərdim məlumatları həm Rüstəm qardaş, həm özüm də qeyd elədim. Sizə də bu 06 maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqı. Hörmətli YouTube izləyiciləri, 04 həvəskarları, deyirdiniz 04 çək, 04 çək sizlər üçün Göyçay maşın bazarında Göyrəkdə. Vaz 2104 markalı avtomobilin çəkisini eləyəcəm. Xatırladaq ki, maşınımız bizim kəndin maşınıdır, öz tanıdığım maşındır. İntiqam babamız yanımızdadır. Salam əleykum İntiqam baba. Sabahınız xeyir olsun. Məlumat verək zəhmət olmasa. İli neçənci ildir? İli 2004'dür. Aha. Problemi falan. Problemi bir ev üstünde başında kosmetika. Kosmetika. Ondan başqa motor, xadaboy. Cavab deyəcəm. İntiqam baba. Radiatordan düz peçin radiatoruna kimi hamısı təzə. Təzə, yenisi ilə əvəz Motor olunur. təzə yığılıb, elektron tramlyordur, starter, dinamo hamısı yığılıb qaydasındadır. Heç bir problemi yoxdur. Radiatoru antifrizi, su tapı olunmuyor qəlağırım. Gömlü, təzə tökmüşüm biz. Qiyməti nə demirsən? Qiyməti 6000. 6000 sondur yoxsa razılaşma var? Razılaşma olur. Razılaşma olacaq. Telefon nömrə eşitərdi İntiqamım. 050 Aha. 359 88 18. 050 359 88 18 maşın sahibinin adı İntiqam əmmimizdir. Maşına Göyçayda baxmaq mümkündür. İntiqam əmmi barter maraqlıdır yoxsa nağd pula ehtiyac var? Yox, nağd pula. Nağd pula görə satılır. İntiqam əmmidən məlumat aldıq. Maşının üstündə yüngül kosmetik işi var. İli 2004'dür. Motor, karobka, xadaboy sistemi ideal vəziyyətdədir. Heç bir problemdən söz gedə bilməz. Salon karobkası 5'dir, bəli, onu xatırladaq. İntiqam əmmi injektordur yoxsa karbüratordur? Ondan soruşaq. Salon səliqəlidir. Çəkəcəm, motorxananı açsan mən gəlib çəkəcəm. Yük yeri belə vəziyyətdədir. Nömrəsi də qəşəngdir, 92 413. Salon göstərdim, səliqəli və mühərrik yeri. Akkumulatoru yeni, mühərrik yeri, aha, problemsiz. İntiqam əmmi nömrənin üstündə verirsən, maşının nömrəsi. Maşının nömrəsi də üstündə verilir. Sizə də bu 04 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu 04 haqqında nömrə üstündə qalar. Hörmətli YouTube izləyiciləri, Opel həvəskarları, sizlər üçün Göyçay maşın bazarında yaşıl rəngdə Opel markalı, Opel Astra markalı avtomobilin çəkib göstərəcəm, amma maşın sahibi qardaşımızdan məlumat alacağıq. Salam əleykum qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli 98-dir, axırıncı modeldir. 1.6 ipotek. 1.6 Ekadek motor. Karobka mexanikadır, avtomat mexanikadır, 5 skoruz. 5 skoruz, bəli. Aha, karobkada, motorunda, xadaboy sistemində problemi. Səndə olarkən vurğu, udarı, dəyişən yeri. Qiyməti nədir? Qiymətim 5 yarıma deyirəm. 5500 manata deyirsən. Yəqin ki, razılaşma olacaq. Telefon nömrə alaq. 051 437 3604. 051 437 3604 adın? Bəhram. Bəhram. Harda baxmaq olar Bəhram? Göyçayda. Göyçayda. Bəhram, barter maraqlıdır yoxsa nağd satış? Yox, barter yox. Pula ehtiyac var, nağd. Bu kreditlə falan vermək fikri. Yəni lizinqə salasal. Nağd satış. Yəni nağd gəlsin, pulu versin, götürsün, aparsın. Nəsə Bəhram qardaşdan məlumat. Aha.
Bəhram qardaşdan məlumat aldıq. Opel Astra ili 98, 1.6 Ekatek motor, mexanika 5 skoruz, motor, korobka, xadava sistemi maşın sahibinin dediyinə görə əla vəziyyətdədir. Kosmetik işə ehtiyacı yoxdur. Salon səliqəli, oturacaqlar üzlənib. Baxırıq. Göründüyü kimi. Və qaldıraq oranı zəhmət olmasa. Mühərrik yeri, üzr istəyirəm. Mühərrik yeri nə idi? O şey başım yavaş-yavaş xarab oldu. Yük yeri. Kraska dəyilməyib, örtək Bəhram. Bir dənə salonu da sözlü tərəfdən çəkin Bəhram. Buradan mən şeylim, sən oradan qaldır onu. Baxaq, deməli 289.971 kilometr yürüyüş və mühərrik yeri 1.6 Ekatek motor, akkumulatoru normal. Belə çəkdim, göstərdim, Bəhram qardaşımızdan da məlumatları aldıq. Sizə də bu Opel maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu Opel. Hörmətli YouTube izləyiciləri, 09 həvəskarları, sizlər üçün Göyçay Maşın Bazarında Vaz 2109 markalı avtomobilin çəkişini edəcəm, amma ağsaqqalımız yanımızdadır. Salam əleykum ağsaqqal, bazar olsun. Məlumat verək zəhmət olmasa. İli neçənci ildir maşınımızın? 88. 1988-ci il istehsaldır. Belə kosmetik işə ehtiyacı var baba, görünürüzdən. Xadavoyu, motoru, korobkası. Problemi varmı hər hansı? Yox, korobkasında problem yoxdur, motorun klapanında balaca problem. Aha, motorun klapanında yüngül problemi var. Onun da xərcləri qiymətdə, yəni nəzərə alınacaq. Qiyməti neçə deyirsən? 2-3 ay. 2300 manata deyirsən. Yəqin ki, endirim olunacaq yenə də. Bəli. Yəni yüngül bir endirim eləmək olar. Bəli. Baba telefon nömrəni eşitək. 051 Aha. 835 57 19. 051 835 57 19. Baba adınız nədir? Bahaləddin. Bahaləddin babamız. Allah ömür versin babamıza. Hardan gəlmisiniz baba? Zərdabdan. Zərdab rayonuna, Zərdab əhalisinə salam olsun. Baba, belə nağd satışdır, yoxsa barter hansısa maşınla mümkündür? Yəni dəyişmək hansısa maşınla dəyişmək, yoxsa nağd pula ehtiyac var? 06 ilə barter mümkündür öz dəyəri qiymətində. Mümkündür. Belə çəkək göstərək, Bahaləddin babamızdan məlumat aldıq. İli 88-dir. Kosmetik işə ehtiyacı var, amma belə vəziyyətdə də idarə etmək mümkündür. Necə ki babamız belə vəziyyətdə idarə eləyir. Deməli, bir dənə motorun klapanında yüngül problem var. O da qiymətdə nəzərə alınacaq. Qiymət demiş, maşınımızın start qiyməti 2300 manatdır. Sizə bu maşın maraqlıdırsa, bax qeyd oldu. Baba nömrə qeyd elədi. O nömrə ilə zəng vurub həm bu maşına yaxından baxa bilərsiniz, həm də ki, yəni qiymət haqqında məlumat ala bilərsiniz. Çəkim, göstərim hər bir yerini. Baxırıq. Və bir dənə qardaşlar, bu mühərrik yerini qaldıraq. Bir dənə qaldıraq mühərrik yerini. Zəhmət olmasa mən də salonu belə çəkim. Göstərim. Belə və indi mühərrik yerinə nəzər yetirək. Akkumulyator normal vəziyyətdədir, mühərrik yeri normal vəziyyətdədir. Aha, təzə statyor. Bir dənə motorun klapanı. Başqa heç bir şeydə. Birinci klapanda. Aha, birinci klapanda problemi. O da belə güclü bir problem deyil. Onun da 20-30 manat xərci var uzaqbaşı. Belə çəkdim, göstərdim. Bahaləddin dayımız da, babamız da məlumat verdi. Sizə də bu maşın maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bu 09. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 99 həvəskarları, özünə yaxşı 99 alıb sürmək istəyən izləyicilərimiz bu videoya diqqətlə baxın. Sizlər üçün Göyçay Maşın Bazarında albarı rəngində Vaz 21 99 markalı avtomobilin çəkişini edəcəm, amma müəllimimiz yanımızdadır. Salam əleykum ağsaqqal, bazar olsun. Məlumat verək zəhmət olmasa. İli neçənci ildir? 1993-cü il. 93-cü il istehsaldır. Aha. Belə kosmetik işə ehtiyacı yoxdur. Bəli, bəli. Korobka, motor, xadavoy sistemi Hər şey əladır, hər şey. əla vəziyyətdədir. Qiyməti neçədir? Qiyməti 3700 manata deyirik. 3700 manata deyirsiniz. Yəqin ki, Real indi alıcı olsa, əlbəttə ki, endirim olacaq. olacaq. Telefon nömrənizi işlək.
051 Aha. 356 03 17 051 356 03 17. Müəllimimizin adı nədir? Mehman. Mehman müəllim. Mehman müəllim maşını harda baxmaq mümkün? Maşına Ucar rayonu. Ucar rayonu, Ucar əhalisinə buradan salam olsun. Mehman müəllim, barter maraqlıdır hansısa maşından, yoxsa nağd satışdır? Barterdə maraqlıdır. Hansı maşın? Təbii ki, maraqlıdır. 07 marka maşınlar. 07 markalı maşından. 06 ilə də olar. Bəli, Bəli, 06, 07 markalı maşından. Mehman müəllim, öz dəyəri qiymətində, yoxsa dəyərindən aşağı və ya baha olar? Məsələn, 07-dir. Öz dəyəri qiymətində, dəyərindən aşağı. Aşağı olar. Yəni baha olmasın. Öz dəyəri qiymətində dəyərindən aşağı maşının üstündə pul almaq şərti ilə də barter maraqlıdır. Mehman müəllimdən məlumat aldıq. İndi isə çəkək, göstərək bu maşını. Maşınımızın kosmetik işə ehtiyacı yoxdur. Və salon səliqəli. Baxırıq. Bura bağlıdır. Bura bağlıdır, eybi yox. Baxırıq. Euro şit deyil, adi şitdir, belə deyək. Və bir dənə buranı bir dənə yaxınlaşaq, bura bir dənə köməkli eləyən qaldırağın. Həm buradan qaldırım onu bir də. Sabahınız xeyir. Keçən bazar mən 16-nı çəkdim deyə. Paylaşacağım. Bir dəqiqə deyəcəm. Bunu çəkim göstərim, qeyd eləyəcəm. Baxırıq. Akkumulyator yeni. Belə çəkdim, göstərdim. İnşallah ki sizə də maraqlı gələrsə, Mehman müəllim nömrə qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu 99 haqqında. Mehman müəllim nömrə üstündə qalırmı? Maşının nömrəsi. Maşının nömrəsi də üzərində verilir. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 07 həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında Ağrəhdə Vaz 2107 markalı avtomobilin çəkişini edəcəm, amma əmimizdən məlumat var. Salam əleykum Ağsaqqal. Salam əleykum. Bazar olsun. Çox sağ ol. Məlumat verə zəhmət olmasa. Maşının ili 1999-dur. 99. Bəli. Belə yüngül kosmetik işə ehtiyacı var. Bir şey detalında kosmetikaya ehtiyacı Görün. var. Motor. Karabka, most əla vəziyyətdə. Motorun yağ yeməyi falan. Ola bilər. Karobkanın atmağı Qəşəng, falan qəşəng. yoxdur. Gül kimi. Perdokunda, perdok deyil, mostunda səsi falan yoxdur. Qətiyyən. Qiyməti nədir? Qabaq təkərə yeni qoymuşam. Aha. Sənədlərin sığorta teksimatı yeniləmişəm. Aha. Bir həftədir. 1 litr daha verilirsin. Qiyməti nədir? Qiyməti 3.7-yə deyirəm. Aşağı 3700 manata deyirsiz, aşağı yeri Bəli. olacaq. Telefon nömrənizi alaq. 055 Aha. 748 2359 055 748 2359 adınız İsmail. İsmail qardaş, İsmail əmmimiz. Harda baxmaq olar? Ucarda. Ucar əhalisinə salam olsun. Barter maraqlıdır hansısa maşınla? Barter yox. Nağd satışdır. Nağd Pula satış, ehtiyac bəli. var. Çəkək, göstərək. İli 1999-cu istehsaldır. Bir dənə kosmetik işə ehtiyacı var. 1-2 detalında görürsüz. Motor, karobka ideal vəziyyətdədir. Motoru nə motordur? 06 motor. Karobka 5-dir. 5-dir. Motorda yağ yeməyi yoxdur. Karobkada atmağı yoxdur. İdeal vəziyyətdədir. Göründüyü kimi. Yük yerinə nəzər yetiririk. Yük yeri belə vəziyyətdədir. Və belə mühərrik yerinə nəzər yetirin. Akkumulatoru yeni, motor 06, yağ yeməkdən söhbət gedə bilməz, karobka 5-dir, atmağından söhbət gedə bilməz. Qeyd elədiyim kimi 1-2 detalında, belə deyək, ümumi maşınımızın 1-2 detal deyəndə ümumi maşınımızın kosmetik işə ehtiyacı var. Amma istəyən şəxs belə də idarə eləyə bilər. Sizə də bu 07 maraqlı gələrsə, maşın sahibinin
qeyd elədik. Əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bunu olayır. Hörmətli YouTube izləyicilər, 07 həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında albalı rəngində Vaz 2507 markalı avtomobilin çəkilişini edəcəm. Maşın sahibi yanınıza. Salam aleyküm qardaş. Aleyküm. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. 90-cı ilin. 1990-cı il. Aha. 3700. 3700 manata da deyirsən. Kosmetik şey ehtiyacı var. Görünür, yüngül. Bəs motorxana, korobka, xadaboy Hər sistemi, şey yaxşı. Bir dənə xadaboy sistemində periodok yoxdur. periodok Bundan da yığılma qiymət çıxılacaq. Difində səsi var? 4-də 5-də. 4-də 5-də, yəni o maşınların xəstəlikdə o hamısında olur. Qiyməti də 3700 manat dedin, yəqin ki razılaşasan da. Razısın. Telefon nömrü var, deyil. 51 689 29 manat. 051 689 2906 adın Əlisa. Əlisa, Göyçayda baxmaq. Hardan baxmaq olar? Hansı? Ucar əhasinə. Salam olsun. Əlisa, barter maraqlıdır hansısa maşına, yoxsa nağd satışda? 06 olsa qala. 06 öz dəyəri qiymətində, yoxsa aşağı olsa, yuxarı olsa, öz dəyəri qiymətində 06 ilə barter maraqlıdır. Çəkək, göstərək. İli 1990-cı istehsalı. Maşının kosmetik şey ehtiyacı var. Onu bildik. Başqa nə bir problemi, nə bir şey, maşallah baxın. Əsl cavan maşındır. Yəni cavan oğlanlar salon 4 kolonka arxada. Baxırıq. Belə. Bu arxada bir söz mən həqiqətən görürsüz. Tutdu. Atamın ağaran hər bir səsində bir günahım var. Açar hardadır? Buranı qaldıraq. Hə, buranı qaldıraq zəhmət olmasa. Gözəl sözdür həqiqətən. Atamın ağaran hər bir səsində bir günahım var. Qaldıraq buranı Əlisa. Belə vəziyyətdədir. Örtək Əlisa, örtək. Baxırıq. Gözəl rol. Şit maşın sahibinin üst istəyinə uyğun olaraq üzlənib. Oranı qaldıraq bir dənə. Motor nə motordur Əlisa? 03 motordur. Korobka 5'dir, 4'dür? 5'dir. Yağ yeməyə falan yoxdur ki? Motorda yoxdur, yağ yeməyə falan yoxdur. Belə çəkdim, göstərdim. Maşın sahibi də Əlisa qardaşımıza məlumatları verdi. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Bu 07 haqqında. YouTube izləyiciləri, 99 həvəskarları sizlər üçün Göyçay maşın bazarında Vaz 21099 markalı avtomobilin çəkilişini edəcəm. Maşın sahibindən məlumat alaq. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli 93'dür. Aha. Xadaboy super vəziyyətdədir. Aha. Burada az-maz Kosmetik bir şey var. Neçə müddətdir səndədir? 3 ildir məndə. 3 ildir. Səndə olarkən ekranda işi gedib, Məndə olanda heç bir. yəni vuruğu, udarı olub. Belə motor, xadaboy, korobka super vəziyyətdədir. Qiyməti nədir? 3500 deyirəm. 3500 manata deyirsən, yəqin ki endirim olunacaq maşının yanında. Telefon nömrə eşidək. 070 Aha. 806 47 68. 070 806 47 68. Adın? Mətləb. Mətləb qardaş, harda baxmaq olar? Oğuz rayonunda. Oğuz rayonuna buradan atəşli salam olsun. Oğuz rayonundan gəlmisiniz, əziyyət çəkmisiniz. Barter maraqlıdır Mətləb qardaş hansısa maşından, yoxsa nağd satışdır? Partiyada olan məsəl üçün 015 ilə 07 ilə. 015 07 üstündə pul vermək şərtinə, yoxsa öz qiymətində? Yox, üstündə pul verirəm. Üstündə pul vermək mümkündür. Telefon nömrə qeyd elədim. Belə kreditlə falan vermək, lizinka salmaq zadı. Bir də görsən, yəni maraqlanırlar, eləyirlər kreditdən falan. Yəni onu da mənim soruşmaq borcumdur. Belə Mətləb qardaşdan məlumat aldıq. İndi isə çəkək göstərir. Maşınımız 93-cü il istehsalıdır. Maşının kosmetik işə ehtiyacı var. Amma istəyən şəxs belə idarə eləyə bilər. Necə ki Mətləb qardaşımız belə idarə eləyib. Bu qapı bağlıdır. Bunu qoyduq kənara. Bu qapıda. Aha. Baxırıq. Şit maşın sahibinin istəyinə uyğun üzlənib. Oturacaqlar da üzlənib. Belə. Maşınımızın motoru, korobkası, xadaboy sistemi, əla vəziyyət. Aha, bura bağlıdır. Gəlsin, açsın, açarla biz də çəkək, göstərək. Maşının motoru, xadaboyu 3 ildir. Maşın sahibi qeyd edir ki, məndədir maşın. Məndə olarkən vuruğu, udarı, ekranda işi falan getməyib.
baxırıq. Örtək qardaş zəhmət olmasa, Gəncə seriyası iləndir. Gəncə əhalisinə də buradan salam olsun. Qardaşımız isə Oğuz rayonundan gəlib. Xoş gəlib, səfa gətirib. Oğuz əhalisinə də buradan salam olsun. Mətləb qardaş, bir dənə mühərrik yerində qaldıraq zəhmət olmasa. Start qiymətimiz 3700 manat qeyd olundu. Təbii ki, maşına baxandan sonra qiymətdə 3500 manat qeyd olundu. Maşına baxandan sonra qiymətdə endirim olunacaq. Akkumulatoru yenidir, motor yaxşı vəziyyətdədir. Aha, yeni yığılıbdır. Tramvler təzədir, benzosos təzədir. Aha. Karbürator yenidir, Aha. yanacaq şəni yenidir, Aha. vakum yenidir. Yəni burada Yəni müəyyən belə hissələri Otito yenisi ilə əvəz olunub. Belə çəkdim, göstərdim. Bir dənə kosmetik işidir, bəli. Maşın sahibi də məlumatı qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, mətləb qardaşın qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bu 99 haqq. YouTube izləyiciləri 07 həvəskarları sizlər üçün Göyçay maşın bazarında albalı rəngində Vazelin 07 markalı avtomobilin çəkilişini edəcəm. Amma maşın sahibimizdən məlumat alaq. Salam əleykum əmi, bazar olsun. Məlumat verə zəhmət olmasa. İli 2002. Kosmetik işə ehtiyacı var. Motor, korobka yaxşıdır. Qiyməti nədir? Qiyməti 3,5. 3500 manat sondur əmi, yoxsa endirim olunacaq? Endirim olunacaq. Telefon nömrənizi eşidək. 077 Aha. 350 00 23. 077 350 00 23. Adınız? Kazım. Kazım əmimizdir. Kazım əmi, maşına Göyçayda baxmaq mümkün. Bəli. Barter maraqlıdır hansı maşın, yoxsa nağd pula? Yox. Nağd pula ehtiyac var. Kazım əmimizdən məlumat aldı. Çəkək göstərək bu 07-ni. Maşının kosmetik işə ehtiyacı var. Başqa heç bir problemi yoxdur. İli 2002-ci il istehsalıdır. Start qiymət 3500 manatdır. Maşının yanında qiymətdə endirim olunacaq. Oturacaqlar üzlənib. Baxırıq motoru. Kazım əmim, nə motordur? 06, korobka 5'dir. 5'dir. Motorda yağ yeməyi yox, korobkada atmağı yox. Bir dənə kosmetik şey ehtiyacı var. Başqa heç bir problemi yoxdur. Qiyməti də münasibdir. 3500 manat. Təbii ki, qiymətdə endirim olunacaq. Onu da artıq maşın sahibi ilə özü zəng vurub maraqlana bilərsiniz. Akkumulatoru yeni, 06 motor, yağ yeməyi falan yox. Belə çəkdim, göstərdim. Sizə də bu 07 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz. Bu 07. Məhkəmə YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, dörd göz həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında Mercedes C240 markalı avtomobilin çəkilişini edəcəm. Amma əmimiz yanımızdadır. Salam əleykum ağsaqqal, bazar olsun. Məlumat verə zəhmət olmasa. İl neçənci ildir? 2000. 2000. Motor 2.4. Motor 2.4. Viabras 2.6-ya çevrilmə. Korobka avtomatdır, belə deyək. Motorda, korobkada problemi falan Heç bir. yoxdur. Qiyməti neçədir? Qiyməti 14 min. 14.000 sondur, yoxsa yəni razılaşması olacaq? Olar. Olar. Cüzi bir razılaşma olar. Telefon nömrənizi eşidək. 050 Aha. 894 39 79. 050 894 39 79. Adınız? Adım Muayis. Mais əmmizdir. Mais əmmi maşına harda baxmaq olar? Göyçayda. Göyçay Ucar. Göyçay Ucar ərazisində baxmaq mümkün. Barter maraqlıdır, hansısa maşın? Nağd satışdır. Mais əmmimizdən məlumat aldıq. İli 2000, motor 2.4 və ya Abras 2.6-ya çevrilmə üzr istəyirəm. C240 demişəm, amma burada Y240 yazılıb. C240-lar mən bilən çeşkilarda olur. Motor 2.4, 2.6-ya çevrilmə, avtomat korobka, motor, korobka ideal vəziyyətdəsiz. Start qiymətimiz 14.000 manatdır. Real alıcıya qiymətdə endirim olunacaq. Baxırıq. Belə vəziyyətdə gördünüz. Və baxırıq salona. 275.933 kilometr orijinal yürüyüş, avtomat sürətlər qutusu. Bir dənə buranı Maysən bir dənə mühərrik yerini qaldıraq zəhmət olmasa. Gözəl disk təkər və 2.4 və ya biraz motor. Motor səliqəli. Belə çəkdim, göstərdim. Mayəsəmiz də məlumatları verdi. Sizə də bu maşın maraqlı gələrsə,
Maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu Mercedes. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında Vaz 21 112 markalı avtomobilin çəkişini edəcəm. El arasında 012 deyirlər, amma maşın sahibindən məlumat alaq. Salam əleykum qardaş, bazar olsun. Məlumat verək. İl neçənci ildir? 2005-ci il istehsaldır. Motor, korobka, hadava sistemi. Yəni problemi yoxdur. Sizdə olarkən vuruğu, udarı, dəyişəni olmayıb. Qiyməti nədir? 5500 deyirəm. 5500 manata deyirsiniz. Razılaşma olacaq. Telefon nömrünüzü eşidək. 051 Aha. 252 62 77. 051 252 62 77. Adın? Rafiq qardaşımız. Harda baxmaq olar? Ağdaşlar. Ağdaş rayonunda, Ağdaş əhalisinə salam olsun. Bater maraqlıdır qardaş, hansısa maşın? Nağd satışdır, pula ehtiyac var. Deməli, çəkək göstərir. İli 2005. Motor, korobka ideal vəziyyətdədir. Heç bir problemi yoxdur. Start qiymət 5500 manatdır. Yəqin ki, endirim olunacaq da qiymətdə. Qiymətdə endirim olunacaq. Baxırıq. Baxırıq. Belə çəkim, göstərim. Deməli. Baxırıq. Yəni, eləşək rola. Belə maraqlı işi var. Sürətli burada göstərir. Bilməm bunların hamısında belədir, yoxsa bunda belədir. Baxırıq, rol dəyişilir. Salonda problemi yox. Və bura mühərrik yeri. Akkumulyator yeni, mühərrik yeri problemsiz. Belə çəkdik, göstərdik, maşın sahibi də məlumatları verdi. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu 012 haqqında nömrə Ağdam nömrəsi də Ağdam əhalisində də buradan salam. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 07 həvəskarları, Arzuman dayımızın bir 07-si var. Onu çəkək, göstərək. Arzuman dayı, salam əleykum, məlumat verək. Salam, xoş geldin. Xoş gördük səni də, məlumat verək. 2004 İli 2004, karbürator. karbüratörü, motorda səs yox, korobkada səs yox. Aha, nə motorudur? Motorda səs yox, 06. 06 mı? Korobka 5? 5'dir. 5'dir. Motorda yağ yeməyi yox. Yox. Korobkada atmağı yox. Atması yoxdur. Evet, difrində səsi. Qropka lazımdır. Nəyə? Sep klapan. Hə, sep klapanlı bir yüngül, ilqrovka lazımdır. Başqa difrində səsi falan yoxdur. Qiyməti nədir? 4600. 4600 deyirsən, razılaşırsan. Bəli. Telefon nömrəyi eşidək Arzumanda. Aha. 456 050 456 0189. Adın Arzuman dayımızdır. Maşına Göyçayda baxmaq mümkündür. Arzuman dayı bater maraqlıdır. Yox, yox. Nağd satışdır, pula ehtiyac var. Çəkək, göstərək. Arzuman dayının maşını. İli 2004, karbüratordur, motor 06, korobka 5. Motorda yağ yeməyi yox, korobkada atmağı yox. Bir dənə sep klapanında ilqrovka lazımdır. Başqa heç bir problemlə söz gedə bilməz. Start qiymət 4600 manatdır. Çox güman ki, stəkan yerinə baxırıq, görürsünüz. Çox güman ki, qiymətdə endirim edəcək Arzuman dayımız. Təbii ki, maşına baxdıqdan sonra da maşına gəlib baxarsınız və qiymətdə endirim olunacaq. Akkumulatoru normal. Belə çəkdim, göstərdim. Sizə də bu maşın maraqlı gələrsə, Arzuman dayımızın qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, özünə ideal 015 axtaran izləyicilər. Sizlər üçün Göyçay maşın bazarında Ağrəkdə Vaz 21 115 markalı avtomobilin çəkişini eləyəcəm. Bəli, Vaz 21 115 el arasında 015 deyirlər. Maşın sahibi yanımızdadır, məlumat alaq. Salam əleykum qardaş. Aleyküm salam. Məlumat verək zəhmət olmasa. Maşınım 2012, bezdesal bezkraska maşındır. Korobkada, mostda, qranatlarda heç bir problem yoxdur. Aha. Maşında aparatura sistemi, 71 pioner maqnitofon, 6 kolonka, suliti. Aha. Qiymətin 9500 deyirəm, yəni razılaşmayla. 9500 manata deyirsən, razılaşma olacaq. Ekranı nə vəziyyətdədir? Ekranı qardaş, bezdesal bezkraska Bezkraska, bəli, çiçək kimidir. Barter maraqlıdır hansısa maşın? Qiymətdə endirim olunacaq. Çəkək, göstərək.
Bezdeta Beskraska avtomobildir. Maşın sahibi qeyd edir ki, maşının nömrəsini salmayaq. Görsənməsin. 90-landır nömrə, bəli. Ramoy. Sürücü tərəfdən salona gəldim. Salon səliqəli, ideal vəziyyətdə və burada orijinal probekti 144.845 kilometr. Özünüz də görə bilərsiniz. Bahalı audio sistemi var. Yəni hər şeyin qaldıraq. Hər şeyin qaldır. Mən də çəkim göstərim. Belə vəziyyətdə maşınımızın kosmetik işə ehtiyacı yoxdur. 90-landır nömrə. Belə. Və mühərrik yerdəki gül kimi, akkumulatoru yeni, ekran tərtəmiz. Belə. Çəkdim, göstərdim müəyyən yerlərin. Sizə də 1015 maraqlı gələrsə, telefon nömrəni demədin ha? 050 Aha. 304 Aha. 24 34. 050 304 24 34. Maşallah. Qardaş 4 dəqiq bura. Elə maşının nömrəsi də hamısı 4. Hə. Prosu prizdir. Adın? Adım Vəfadar. Vəfadar. Göyçayda baxmaq mümkündür maşına. Maraqlı gələrsə qeyd olunan 050 304 24 34 nömrəsinə zəng vura bilər. Maraqlananlar bu gün Göyçayda baxa bilər. Sabah da maşın Sumqayıt bazarında olacaq. İstəsiniz orada da baxa bilərsiniz.